Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayız. Bugün ustaların hərdən bir, çok nadir hallarda elədiyi səhvlərdən biri barəsində danışacağıq. Siz bilirsiniz ki, kondisionerin deməli, çöl hissəsinin mütləq bir qapağı olmalıdır. Bütün kondisionerlərdə bu qapaq mövcuddur və bu qapaq mütləq sürətdə qapatılmalıdır. Xüsusilə də əgər o kondisionerin çöl hissəsində də elektron plata varsa, bu isə həyati bir əhəmiyyəti olan bir qapaqdır. Nədən? Çünki çöldə əgər elektron plata varsa, o zaman əgər o qapaq bağlanmazsa, o zaman su, yağış, qar daimi o platanın üzərinə töküləcək və tez bir zamanda platanı sıradan çıxarda biləcəkdir. Hörmətli izləyicilərimiz, bu yaxınlarda bizim müştərilərimizin biri, biz əlbəttə ki, biz ustayıq və bu usta olduğumuza görə bizə müraciət etdi. Dedi ki, kondisioner Y4 göstərir və yaxud Y2 göstərir, dəqiq yadımda deyil və biz də əlbəttə ki, yəni internetdə axtarırıq Y2 bu modeldə nədir? Bu modeldə Y2 deməli boru sensoru səhv edir. Və biz də təbii ki, müştərinin kondisionerini açdıq və boru sensorunun dəyərini yoxladıq və hər şey normadadır. Və biz, hörmətli izləyicilərimiz, bir usta olaraq, əlbəttə ki, kondisionerin işləyib-işləməməyi yoxlamaq üçün ilk növbədə biz kompresoru işləyib-işləməməyini bilməliyik. Əgər kompresor işləmirsə, burada sadəcə müştəriyə demək lazımdır ki, kompresor sıradan çıxıb. Əgər biz kompresoru yanmış bir kondisionerin elektron platasını düzəltsə və yaxud başqa işlər görmüş olsa, amma kondisioner soyutmasa, haqlı olaraq müştəri bizdən soruşa bilər ki, biz sizi niyə dəvət etmişdik? Və biz də çöl hissəsini açanda nə görsək yaxşıdır? Hörmətli izləyicilərimiz, indi siz ekranda kondisionerin çöl hissəsinin içində quş yuvasını görürsünüz. Və bu quş, hətta orada yumurta da qoyub, əlbəttə ki, biz əgər onu oradan çıxarmasaydıq, hətta bala da çıxarda bilərdi. Bəs bu quş oraya haradan girib? Əlbəttə ki, özünüz də hiss elədiniz böyürdə olan qapaqdan. Hörmətli izləyicilərimiz, bu kondisioner elə bir çöl hissəsində olan elektron platası elə bir bərbad vəziyyətdə idi ki, bunu yalnız profesional bir elektronşik deməli düzəldə bilərdi. Biz də bizim illər boyu dost olduğumuz, yəni adını indi çəkməyəcək, biz ona müraciət etdik, o qardaşımız da gəlib həmən platanı oradan götürdü, yüksək təzyiqli su ilə o platanı yudu, qurutdu və bundan sonra nə görsə yaxşıdır, platanın bir neçə deməli ehtiyat hissəsi tamamilə oksidləşmiş və sıradan çıxmışdır. Bayaq dediyimiz kimi, belə bir halda mütləq sürətdə bu bir elektron ustasının işidir. Hörmətli izləyicilərimiz, gəlin bir-birimizə qarşı diqqətli olaq. Bu halda, əgər hər hansı bir səbəbdən ya qapaq əlimizdən düşübsə, gedib o qapağı tapıb gətirməliyik. Əgər tapa bilmiriksə, o zaman ən azı hər hansı bir dəmir parçasını biz boltla, qayka ilə neynəsə bağlamaq, şurupla bağlamalıyıq ora ki, ora heç bir quş orada bir yuva qurmasın. Əks təqdirdə biz haqsız olaraq müştəriyə zülm etmiş olacaq. Yəni, müştəri sizin səhviniz ucbatından deməli, müəyyən məbləğdə pul ödəməlidir ki, o problem aradan qalsın. Hörmətli izləyicilərimiz, kondisioner hissələri hamısı hərəsi bir ehtiyac üçün qoyulmuşdur. Əgər o qapaq ora qoyulubsa, demək o qapaq mütləq yerinə taxılmalıdır. Başqa bir hallar da var. Əgər fikir vermişsinizsə, kondisioner ustaları bilirlər ki, kondisionerlərin deməyi, kranlarının bağladığı yerdə də bir balaca bir qapaq olur və bu qapağın da bir kanalı olur. O kanal kondisionerin içərisinə doğru girir. Biz indi o kanalı sizə göstərəcəyik və ekranda da gördüyünüz kimi ora düşən su həmən kanal vasitəsilə kondisionerin içərisinə, yəni kompresor olan içərisinə düşür və oradan da evakuasiya olur. Yəni, drenaj borusu ilə xaric olur. Əgər bu qapaq olduğu halda biz onu qoymamışıqsa, o zaman əgər bu kondisioner balkonda qoyulubsa, o zaman su damcıları mütləq sürətdə
balkona damcılayacaq. Bu isə müştərini çox narahat edəcəkdir. Biz belə şeylərlə tez-tez rastlaşırıq. Çünki biz montaj işçisi deyilik. Biz təmirçi. Təmirçi isə belə şeyləri görəndə dərhal bunun bir montaj səhvi olduğunu hiss edir. Mən Yusif müəllim kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz böyük məmnuniyyətlə onu sizə göndərərik. Sizə yalnız WhatsApp-la bizə sadəcə bir mesaj buraxmaq, kitabı zəhmət olmasa göndərin deməyiniz kifayətdir ki, kitab dərhal sizə göndərilsin. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.